Özbetalaşvili Nino, bəli, peşəkar koç. Adınız da, soyadınız da bir-birindən qəribədir maşallah, gözəl qəribədir. Adım, soyadım Özbetalaşvili Nino, el adından da məlum oldu ki, milliyyətim Gürcüdür. Amma sizin ölkənizdə artıq oldu bizim ölkəmizdə, əlbəttə. Bəli, artıq bizim ölkəmizdə uzun illərdir yaşadığıma görə, yəni sizlərdən fərqlənmirəm. Əlbəttə. Hər birimiz Azərbaycanlıyıq, hər birimiz belə deyək də, eyni vətəndə yaşayırıq. Bu demək ki, həmvətənik eyni zamanda. Mənə çox maraqlı Nino xanım, ilk televiziya təcrübənizdir? İlk dəfə də televiziyaya çıxış edirsiniz? Əslində, mənim ilk ali təhsilim jurnalistikadır. Jurnalistika oxumuşam, düzdür bu... Yəni, təcrübəniz var bu sahədə? Bu sahədə ali təhsilini almışam. Bu sahədə işləməmişəm, sadəcə müxbir olaraq, xüsusi müxbir olaraq, redaksiyalarda. Peki, nə iş çalışmadınız jurnalist olaraq? Ailə həyatı qurdum. Bəli, ailə həyatı həmçinin bir qadın üçün önəmli bir... Ana oldunuz? Bəli, ana oldum. Ona görə o sahədən uzaqlaşdım. İkinci ali təhsilim rəssamlıqdır. Bəli, bir gözəl bir deyim var. Bir var insanın özünün, ruhunun sənəti. Bir də var uşaqlıqda onu ətraf mühitdən, cəmiyyətdən yüklənmiş bir göstərişli sənət. Mən özümdə belə anladım ki, jurnalistika mənim sənətim, istəyim yox, mənim ailəmin, mənim əhatəmin istəyi olub və ona görə orada seçim etmədim. Amma rəssamlıq öz seçimimdir. Rəssamlığa hətta heç bir qabiliyyət imtahanı hazırlaşmadan özüm yüksək balla qəbul oldum. Onda anladım ki, həqiqətən mənim öz potensialımdır. Əlbəttə, çox gözəl. O qədər çox sevildim ki, rəssamlığa mən artıq digər art terapiya ilə bərabər inkişaf etdirməyə qərar aldım və Hollandiya proqramı ilə art terapiyanın gümüş diplomunu aldım. İncə sənət, çox gözəl mənim bir şüarım var. Yaşamaq sənətdirsə, yaşatmaq incə sənətdir. Əlbəttə. Art terapiya ilə psixologiyanın bərabər yaradılışından yaranmış sahədə art terapiya. İlk dəfə 1940-cı ildə Adrian Hill İngiltərədə öz xəstələri üzərində tətbiq edib fərqinə varmışdı ki, insanların daxili emosiyalarında balanslıq, tarazlıq yaradan çox möhtəşəm bir sahədir. Art terapiya, hansı ki, insanlar sözdə danışarkən məntiqlərini üzərində danışırlar. Məntiq üzərindən nəyisə izah etməyə çalışırlar, lakin art terapiyada artıq məntiq yox, sənin daxilində gizlətdiyin, demək istəmədiklərin, ya çəkindiyin, ya sıxıldığın bir hansısa durumları art terapiya üzrə vəziyyətləri art terapiyada o insan özü də hiss etmədən, xəbər olmadan məlumatları bizə çatdırır.